Mən işə namazını qılmağı unutdum və bunun üstündən bir gün keçdi. Bu halda mən nə etməliyəm? Bəli, insan əgər namazı unudubsa, deyək ki, hansısa namazı qıla bilməyib və yaxud unudub daha doğrusu, deyək ki, zöhr namazını qılmayıb, unudaraq qılıb. Təbii ki, mömin bilərəkdən tərk eləməz. Unudaraq qılmayıb, birdən növbəti gün yadına düşür ki, mən zöhrü qılmamışam. Həmən onu qılır. Ancaq bir məsələni qarışdırmayaq, möhtərəm qardaşlar. Bəzən görürsən ki, bəzi insanlar gətirirlər ki, bizim insandır 40 yaşında hidayətə gəlib. Allah ona hidayət verib. Namaza başlayıb, ibadətə başlayıb və başlayır 20 yaşından bu yana bütün namazlarını qəza etməyə. Yəni, bununla bunu biz qarışdırmamalıyıq, möhtərəm qardaşlar. Bir çox insanlar səhv yanaşma edirlər ki, deyir, biz əgər bir namazı buraxdıq, qılmalıyıqsa, ötən namazları 20 ilin, 25 ilin namazlarını da qıl. Yox, o bizə vacib deyil. Necə ki, Allah Resulü sallallahu aleyhi və səlləm buyurur ki, Ət-təvbətu yəcubbu mə qabləhə. Biz o insanları fərqləndirməliyik. Bir insan mömindir, artıq hidayətə gəlib, namaz əhlidir, sadəcə bir namazını buraxıb, bilmədən, unudaraq. Bir də var, insan hidayətdə olmayıb. Allah ona hidayət verməmişdən öncə 20 il, 25 il namaz qılmayıb insan. Artıq 40 yaşında, 50 yaşında Allah ona hidayət nəsib edib, gözəl neymətlə şərəflənib və başlayıb namaz qılmağa və ona deyirlər ki, sən keçdiyin bütün 20 ilin, 25 ilin, 30 ilin namazlarını qəza etməlisən. Düşünün ki, bu insan o namazları yerinə gətirə bilərmi? Yəni, İslam dini sizcə bizdən onu tələb edirmi? Əlbəttə yox. Çünki dinimiz asanlıqdır. Necə ki, Allah Resulü bu yəssiru və la tuassiru. Asanlaşdırın, çətinləşdirməyin. Və başqa bir hədisdə də Allah Resulü buyurur ki, Ət-təvbətu yəcubbu mə qabləhə. Tövbə keçmişləri silib aparır, təmizləyir. Sən bugündən başla, sən bugün tövbə et, Allahdan bağışlanma istə, keçmişlərindən tövbə et, sadiq tövbənin 4 şərti var. İxlasla tövbə et, etdiyin günahlardan çəkin, peşman ol və bir daha qayıtmamağa söz ver. Beləliklə artıq yeni bir səhifə aç, namazlarını qıl və sən keçmişdən qiyamət günü sorumlu deyilsən, möhtərəm qardaşlar. Onu qarışdırmayaq. Bir çox insanlar bundan əziyyət çəkirlər. Baxırsan, insandır, bütün günü namaz qılır, hətta yorulur, bəlkə hətta ikrah gəlir ona. Bir çox insanlara deyəndə ki, sən 20 ilin, 30 ilin namazını qılmalısan, hətta o namaza başlamağa belə tərəddüd edir. Bir çoxları heç başlamır, qorxur başlamağa. Ona görə biz insanları əbəs yerə, cahilcəsinə qorxuzmamalıyıq. Dinimiz bizdən bunu tələb etmir. Bilmədiyimiz əhkamları insanlara tətbiq və təşviq etməməliyik. Artıq o hidayətə gəldisə, artıq o günündən sorumludur o. Ondan artıqını onu biz yükləyə bilmərik. Necə ki, Allah Resulü sallallahu aleyhi və səlləm də buyurur ki, tövbə keçmişləri silib aparır. İnnəl həsənət yuzhibnəs seyyiət. Həqiqətən həsənətlər günahları silib aparır. Yeni səhifə açıb yenidən başlamalıyıq namaza. Bu məsələyə də mühüm bir məsələdir. Çox insanlar burada çaşqınlıq içində qalır. Görürsən ki, insanlara çətinlik yaradırlar bilmədən. Burada dinimiz bizlərə artıq namaza başladıqdan sonra, hidayətə gəldikdən sonra biz artıq o gündən ibadətlərimizin yerinə gətiririk və o gündən sonra artıq əhkamlar üzərimizdə vacib olur və onları biz davam etməliyik. Keçmişdən sorumlu deyilik, bəli.